Salam. Bu il Azərbaycan dilindən birinci cəhdə düşmüş belə bir sual sizlər üçün təqdim edirəm. Sualda deyir ki, Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Birinci fikirdə deyir ki, qəsəbəyə yaxınlaşdıqca insanların hay-küyü eşidilir, həyətlərdə tonqallar gözə çarpırdı. İkinci fikirdə deyir ki, dənizdən əsən külək sahildə doyulan neft qoxusunu qovub uzaqlara aparırdı. Burada birinci fikrə baxırıq. İsimlərdən biri quruluşuna görə mürəkkəbdir. Baxıram, birinci misrada, bəli, hay-küy burada var, mürəkkəbdir. Biri düzgün götürürəm. İkinciyə baxıram, ortaq kimi götürülə bilməz. Yəni, yanlış fikir ola bilməz. İkinci cümlədə mürəkkəb isim yoxdur. İkinci fikrə baxıram, mənsubiyə şəkilçili isim adlı haldadır. Elə insanların hay-küyü burada üçüncü növ ismi birləşmədir və İkinci tərəf mənsubiyə şəkilçilidir və adlı halda olacaqdır. İkini də götürürəm. Üçə baxıram. Bütün isimlər ümumidir. Qəsəbədir, insandır, hay-küydür, həyət, tonqal, dəniz, külək ikinci misrada ortağı deyir də bizə. Sahil, neft, qoxu, bunların hamısı ümumi isimlərdir. Üçü də götürdüm. Cavabımız əslində çıxır. Sonra 4-ə baxaq. Yerli halda olan isim yer zərfliyi vəzifəsindədir. Burada ortağı deyir. Yerli halda olan isim həyətlərdə düzdür. Yer zərfliyi vəzifəsindədir. Amma ikinci cümləyə baxaq. Burada nə var? Sahildə var. Burada sahildə neft qoxusunu qovub uzaqlara apardır. Nəyi? Hansı neft qoxusunu? Sahildə duyulan. Burada fe'li sifət tərkibi var. Asıl tərəfi yerlik hallı sahil sözüdür. Yəni isimdir. Burada da yer zərfliyi deyil. Yəni müstəqil deyil və fe'li sifət tərkibinin asıl tərəfidir. 4 ona görə də yanlış olacaq. 5'ə baxırıq biz. 5'də deyir ki, deməli, şəkilci qəbul etməmiş isimlər eyni haldadır. Şəkilci qəbul etməmiş isimlər, burada külək var, bir də neft var. Bunlar şəkilci qəbul eləməklər, amma eyni halda deyirlər. Külək sözü adlı haldadır. Adlı halda. Neft sözü də qeyri-müəyyən yerli halda olacaqdır. Ona görə də 5'i çıxdaş elədim. Səhv variantdır. Həm isim, həm də fe'li birləşmənin asıl tərəfində isim işlənmişdir. Baxaq, burada dənizdən əsən var. Bəli, burada işlənibdir. Deməli, burada neft qoxusu var. Neft də burada işlənibdir, isim işlənibdir. Bu ortaq olacaqdır, böyük ehtimal. Qəsəbəyə yaxınlaşdıqca fe'li birləşmədir. Qəsəbə sözü burada asıl tərəfdə isimdir. İnsanların hay-küyü var. Burada da üçüncü növ isim birləşmədir, məhz isim olacaqdır. Yəni 6 aid olacaq ortaya. 6 da burada yanlış fikir hesab olunur. Cavabımız olacaq da 1, 2, 3 B variantı.